Ay Hacı, nə edirsən? Qardaş, iftara az qalıb. İftara hazırlıq yedi. Nə sən bu ətin doğranışına bax. Səs soruşum, bu iftar vaxtı gecikmələr olur. Hə, olur. Amma müştərilərimiz sağ olsun, mənə başa düşürlər. Allah oruclarını qəbul etsin. Qardaşım, sən nə bişirirsən? Narko orma da əzizim, narko orma. Ən sevdiyim. Sən sevmədiyin yemək var be ya. Deyirəm Hacı, adam ac olanda bütün nemətin qədrini bilir. Həm də olsun Allaha. Həm də olsun Allah. Əli sacı gətir. Hacı, qulaq asır. Bunu əvvəlcədən pişirib qoymaq olmur ki. Olar Əli, amma bu keyfiyyət olmayacaq da qardaş. Bizim başqa restoranlarla fərqimiz olmalıdır da. Deyirəm də, Hacı başqadır da. Hacı qulaq as, burada neçə postdur? 3 postdur qardaş, 3 post. Ha, Hacı meydandadır, narqolma gəlib yeyə bilər. Gəl ye də. Yolunuzu gözləyirik. Hacı getdi narqolma yaddan çıxdı. Mənim deyəcəm.